vaxtı kəndlər hissə-hissə məktəblər açılıb və bizdə də hardasa 24-25-ci tədris ilindən başlayıbdı. Əvvəlcə məktəb yaranıbdı, ancaq imkanlı adamların evində dərs keçilib, məktəb binası olmayıb. Sonra bir müddət keçəndən sonra orada kənddə 6-7 otaqlı bir məktəb tikilibdi. Əvvəlcə ibtidai təhsil olub, sonra 7 illik məktəb və daha sonra isə 8 illik məktəb açılıb. Bizim əsas ibtidai təhsilin axırıncı pilləsində pilləsinə ki, mən həm məktəbdə oxumuşam və 3-cü sinifə kimi. 4-cü sinifə keçəndə, demək o vaxtı rəhbərliyin köməyi ilə, kənd ziyalılarının köməyi ilə böyük bir məktəb tikildi, müasir tipli məktəb tikildi kəndin aşağı hissəsində. Və məktəbdə biz orada, mən dərsə başlayanda 4-cü sinifdə oxuyordum və həmin il məktəb 8 illik idi. 8 illik idi və 1970-ci ildə həmin məktəbi biz haradasa gəlib o pilləyə çatana kimi məktəb oldu 10 illik. Və 10 illik olandan sonra əlbəttə ki, bu bizim kəndlərin hamısında orta məktəb yox idi. İbtidai təhsil olan var idi, 8 illik məktəblər var idi və bizim məktəb oldu 10 illik. 10 illik olanda qonşu kəndlərdən Qarayman və Göysü kəndindən bizim məktəblərdə təhsilini davam etdirməyə gələn uşaqlar var idi, şagirdlər. Onlar da bizlə bərabər təhsil aldılar. Düzdür, bəzisini heç görməyiblər. Hüseyin Hüseynov olubdu, sonra Adil Cabbarov, sonra Məhəmməd Hüseyin Allahverdiyev, sonra ən çox bizim mənim təhsil aldığım müddət Hacı İskəndər olub. Çox qabiliyyətli, belə əsl rəhbər kimi işləyibdir bir müddət. Haradasa bir 8-ci sinifə çatanda yaşla əlaqədar o dəyişdirildi, Abbasov İslam oldu. Biz orta məktəbi bitirəndə məktəbin direktoru Abbasov İslam idi. Bunu mənim bütün kəsəməlilər deyə bilər, təhsildə güzəşt yox idi. Bütün məktəbin müəllimləri hamısı bizim oxumağımızı istəyirdi və çalışırdılar ki, pedaqoji prinsiplərdən istifadə edib, yalnız biz istəyirlər, yaxşı təhsil alaq. Özdə həmin dövrlərdə bizi narahat edirdilər, nədən ötürü? Deyirdi, oxuyun, gəlin, əgər başa düşmədiyiniz varsa, özdə dərsini deyib evə qaçan müəllimlərimiz yox idi. Hamısı otururdu orada, deyirdi, dərsinizi keçdiniz, getdiniz, baxın, görün, əgər başa düşmədiyiniz şeyi gəlin burada gözləyirik, gəlin sizə başa salaq. Məktəbimizdə ümumiyyətlə ziyalı təbəqəsi çox yaxşı idi, kəndin. Kənddə hamı çalışırdı ki, oxusun. Nəyə görə idi? Biri var məcbur eləyəsən, düzdür, valideynlər hamı istəyirdi övladı oxusun. Amma bizdə, özümüzdə də yaranmışdı ki, biz oxumalıyıq. Elə ki, o bizim üçün oxumaq ən asan bir işə çevrilmişdi. Bizim məktəbin təlim-tərbiyə üzrə direktor müavini Nəsim müəllim vardı. O heç vaxt heç bir şagirdin yadından çıxmayacaq. Çox mehriban, qabiliyyətli bir insan idi. Yaxşı savadlı riyaziyyat müəllimi idi. Sonra bizim ilk dəfə universitet təhsili almış Xudiyev İslam var idi. Xudiyev Məşdi var idi, iki qardaş. Çox savadlı müəllimlər idi. Sonra Qasım müəllim var idi. Çox savadlı tələbkar müəllim idi. İbtidai sinif müəllimimiz Musa müəllim idi. Çox tələbkar müəllim idi. Heç nəyə güzəşt eləmirdi. Sonra son dövrlərdə uzun müddət başqa kəndlərdə məktəb direktoru işləmiş Abbasov İsmail var idi. Riyaziyyat dərsi deyirdi, fizika riyaziyyat. Çox tələbkar müəllim idi. Murğuz müəllim var idi. Yusif müəllim, Nəsim müəllimin qardaşı idi. Bunların sayəsində, yəni ən axır dövrlərdə də bizim öz məktəbimizi yetirmemiz olan ilk qadın müəllim, Nübar müəllim idi. Çox gözəl də bizə dərs öyrədirdi və tələb eləyirdi və çox ustalıqla bizə o dərslərini, öz dərsini sevdirirdi və öyrədirdi. Sonra Qəşəm Aslanov çox Respublikanın hər yerində tanınırdı, Azərbaycanda da, Ermənistanda da. Sonra gəlir Zülfiqar Quliyevdir, Məmməd Həsən Qəfərovdur, bunlar elmlər doktorları idi. Əziz Ələkbərovdur, sonra Ələddin Allahverdiyevdir, hal-hazırda Moskva Lomonosov Universitetində dərs deyir. Bizim rəhmətlik uzun müddət Səhiyyə Nazirinin birinci müavin istədi. Sərdar Kərimov həmin məktəbin yetirməsi olubdur. Sonra
indi hal-hazırda Sərdarın böyük qardaşı İmdat var idi. Onlar bütün ailəlikcə hamısı ali təhsil aldılar və o Azərbaycan üçün də bugün bir əşya kimi xidmət edən onun övladları var. İnam Kərimli, Mətin Kərimli, onların o beyin məhsulundan gəlmiş kəşflər də olubdur. Hal-hazırda ondan Respublikada istifadə edirlər. Bax belə. Sonra bizim kənddə Almaz Ülvi elmlər doktorudur. Onun qardaşı qızı var idi. Yusuf müəllimin qızı Könül, Ülvi Bünyadzadənin bacısı. Akademikdir, çox savadlı, qabiliyyətli bir akademikdir. Yəni belə bizim kəndin xırdar bir kənd olsa da böyük nailiyyətləri var idi, böyük ziyalıları var idi, böyük alimləri var idi. Əziz Xudiyev sonda məktəbin direktoru oldu. Son dövrlərdə məktəbin direktoru oldu. Məktəbin yetirilməsi olub, getdi, qayıtdı və xidmətə Nizami Abbasov çox savadlı bir müəllim idi. Yəni belə müəllimlər, Nəsrəddin müəllim var idi, riyaziyyat müəllimi. Bunlar hamısı məktəbin yetirmələri idi və yüksək səviyyədə də onlar və bir müddət biz orada orta məktəbdə oxuyanda hələ pedaqoji praktikada gəldi. Nazim Xudiyev var idi, riyaziyyat müəllimi. Çox savadlı bir oğlan idi. Hamısı gəlirdi, istəyirdi, xidmət edirdi ki, yəni özünə rəva bilirdi, xoş bilirdi ki, bir gəlsin kəndin o övladlarına, Toxuma kəndimizin övladlarına dərs keçsinlər və onlar keçsin, lazımı yerlərini tutsunlar, lazımı təhsil alsınlar. Yəqin ki, orada biz qaydanda çalışacağıq, birinci təhsil yaratmalıdır. Onsuz da orada eşitmişəm, kəndimizdə elə bir çox dağıntı yoxdur. Yaşamağa yer tapacağıq. Əsas orada itən bizim təhsilimizdir. Təhsilimizi çalışacaq hər tərəfli bərpa eləyək. Övladlarımız yenidən çiçəklənsin. Da o mühitdə öyrənmək də çox yaxşı idi. Hava təmiz olur, su təmiz olur. İnsanın qavraması da yaxşı olur.